Hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Videonu izləyənlərdən bəziləri artıq məni tanıyır. Mən Mələk İmanova, astroloq, numeroloq, spiritual koç, yaşam koçu olaraq fəaliyyət göstərirəm. Artıq 3 ildir ki, bu sahədəyəm. Bu YouTube kanalımızda astrologiyaya, numerologiyaya və yaxud da spirituallığa dair hər nə bilirəmsə, təcrübələrimdən keçirdiyim, seanslarımda bölüşdüyüm nələr varsa, burada da sizinlə bölüşməyə niyyətliyəm. Bugün bu videoda numerologiyadan danışacağıq. Amma elə-belə numerologiyadan yox. Yəni klassik numerologiyadan bəhs etmirəm. Karmik numerologiyadan danışacağıq. Yəni matrixdən. Bilirsiniz ki, son illər Tale matritsası, kader matriksi və yaxud da matrix dediyimiz doğum xəritəsi hədsiz dərəcədə dəbə düşübdür. Hər kəsin matriksi varmı? Təbii ki, hər kəsin matrix xəritəsi var. Və bəzi saytlar var ki, onlar bizə dəstək olur, onlar bizə kömək olur. Biz rahatlıqla həmin o doğum xəritəmizi çıxara bilirik. Öncəliklə qeyd edeyim ki, matrixdə bizə doğum saatımıza ehtiyac yoxdur. Əgər sən doğum saatını bilmirsənsə də, yenə də matrixini çıxara bilərsən. Bu xəritəni çıxara biləcəyiniz ən etibarlı saytı sizlə videonun linkində aşağıda paylaşacağım. Həmin saytda rahatlıqla doğum tarixinizi yazaraq, öz xəritənizi çıxararaq onunla tanış ola bilərsiniz. Xəritəniz hesablanarkən sadəcə doğum tarixinizin, yəni gün, ay, il şəklində məlumatlarını daxil etməlisiniz. Təxmini qarşınıza bu şəkildə bir xəritə çıxacaq və tanış olun. Bu sizin matriksinizdir. Hər kəsdə gördüyünüz bu rəqəmlər fərqli-fərqli zonalarda olacaq və yaxud da ki, tamamilə fərqli rəqəmlər olacaq. Biz bunlara rəqəm demirik. Biz bunlara arkanlar deyirik. Hər biri arkan adlanır. Xəritəmizin 4 əsas ana arkanı, yəni baza arkanı olmaqla yanaşı, ən əhəmiyyətli hissəsi xəritənin tam mərkəzidir, yəni orta nöqtəsidir. Xəritəmizin tam mərkəzi bizim komfort zonamızdır. Komfort zonanızda 3-dən 22-yə qədər bütün rəqəmləri görə bilərsiniz. Burada görə bilməyəcəyiniz bəzi rəqəmlər var, yəni arkanlar var. Onlar 1, 2, 15, 17 və 19-dur. Yəni bu arkanlar mərkəz hissədə heç vaxt ola bilməz. Mərkəz arkan əslində bizə o mesajı verir ki, sən nə etsən, sənin ruhun rahatlıq tapacaq. Yəni ümumiyyətlə sən nə üçün dünyaya gəlmisən? Əgər xəritənizin tam orta nöqtəsində, yəni komfort zonanızda 3-cü arkan aktivdirsə, bu o deməkdir ki, siz dünyaya yaradıcılıqla məşğul olmaq üçün gəlmisiniz. Dünyada xoşbəxt olmaq üçün, özü üçün rahat həyat qurmaq üçün gəlmisiniz əslində. Eriləşməyə, əgər bəysinizsə, eril enerjinizi artırmağa, qadınsınızsa, xanımsınızsa, dişil enerjinizin üzərində çalışmalısınız mütləqdir ki. Bir də belə bir şey var. 3-cü arkanın insanları öz həmcinslərinin içində hər zaman seçilir. Əgər xanımsınızsa, öz həmcinsləriniz içində hər zaman parıldayacaqsınız. Bu, həmçinin bəylər üçün də keçərlidir. Bu arada 3-cü arkan hədsiz dərəcədə alış-verişdən zövq alır. Alış-veriş zamanı qətiyyən özünü saxlaya bilmir. Yəni, artıq belə bir nəticəyə gəlirik ki, 3-cü arkan insanları həyatdan tam da zövq almağa gəliblər. Unutmayın, özünü komfortda hiss edən ruh doğrudan da bolluğu, sevgini, uğuru, şansı həyatına rahatlıqla çəkir. Əgər xəritənizin tam orta nöqtəsində, yəni komfort zonasında 4-cü arkan aktivdirsə, bu o deməkdir ki, gücdür, məsuliyyətdir, disiplindir sizin üçün əsas sayılmalıdır. Məsuliyyətdən qaçdıqca, disiplinsiz olduqca, bir işə başlayıb onu yarımçıq qoyduqca əslində ruhunuza zülm etmiş olursunuz. 4-cü arkanın gücü olduqca böyükdür, genişdir, bütün dünyaları fəth edə bilər. Çünki onlar dünyaya zəifləri himayə etmək üçün gəliblər. Zəiflərə kömək etmək üçün, köməyə ehtiyacı olanlara kömək etmək üçün, yardımlaşmaq üçün və eyni zamanda şəfa vermək üçün gəliblər. Və ən əsası 4-cü arkanın edə bilməyəcəyi fədakarlıq yoxdur. Xəritənizin tam orta nöqtəsində 5-ci arkan aktivdirsə əgər, artıq bilməlisiniz ki, siz dünyaya yeni məlumatları öyrənmək, bunları paylaşmaq, insanlar qarşısında çıxış etmək, daimi olaraq natiqlik bacarığı üzərində çalışmaq üçün gəlmisiniz. 5-ci arkan aktiv olan insanlarda ünsiyyət hədsiz dərəcədə yaxşı olur və yaxud da ki, yaxşı olması üçün çalışır.
5-ci arkanlar çox yaxşı pedaqoq ola bilir, çünki onların öyrətmə bacarığı yüksəkdir, şəfacılıq bacarığı yüksəkdir. Bu səbəbdən 5-ci arkanı aktiv olan insanlar psixoloq, pedaqoq olaraq fəaliyyət göstərə bilərlər. Bir də qeyd edeyim, 5-ci arkanlardan heç vaxt heç nəyi gizlədə bilməzsiniz. Çünki həmin insanlar bu dünyaya böyük sirləri açmaq üçün gəlirlər. Əgər xəritənizin tam orta nöqtəsində, yəni komfort zonanızda 6-cı arkan aktivdirsə, bu o deməkdir ki, dünyaya sevməyə, sevilməyə, paylaşmağa, bölüşməyə, görünməyə, alqışlanılmağa gəlmisiniz. 6-cı arkan insanlarında sevgi həyatı yolunda gedirsə, bütün həyatı yoluna girəcək deməkdir. Əgər sevgi həyatında boşluqlar varsa, həyatının bütün sahələri sanki ona zindanmış, zülümmüş kimi gələcək. Ən əsası, 6-cı arkan sevdiklərini qorumaq üçün dünyaya gəlibdir. Amma əziz altılar, fədakarlıqdan əl çəkin. Əgər komfort zonanızda 7-ci arkan aktivdirsə, artıq bilməlisiniz ki, siz bütün dünyanı gəzmək üçün dünyaya gəlmisiniz. Bir yerdə qalırsınızsa, olduğunuz yeri tərk edə bilmirsinizsə, səyahət etməyi bacarmırsınızsa, 7-ci arkanınız mənfiyə düşə bilər. Mənfiyə düşən arkan ruhun sıxılması, öz yolunu itirməsi deməkdir. 7-ci arkanlar bol-bol gəzmək, aktiv olmaq, səyahət etmək, yeni biliklərə açıq olmaq, təhsil almaq, öyrənmək, bütün dünyanı kəşf etmək üçün dünyaya gəlibdir. 7-ci arkan insanları xariclə maraqlanır hər zaman. Xarici mədəniyyətlər, fəlsəfi düşüncələr onların həyatının bir hissəsini təşkil edir. Ən əsası 7-ci arkan insanlarının öz düzəni olur. Düzənsizlik içində belə bir düzən qurur. Bir də çox yaxşı nəqliyyat idarə etməsi olur. Əgər komfort zonanızda 8-ci arkan aktivdirsə, artıq bilməlisiniz ki, siz tam bir ədalət enerjisindəsiniz. Yəni, yer üzündə, insanlar arasında ədaləti bərqərar etmək üçün gəlmisiniz. Mütləqdir ki, həyatınızda hər şey rəsmi olmalıdır. Qeyri-rəsmi olan, ədalətsiz olan hər şey ruhunuzu incidəcək. 8-ci arkanlar dünyada insanları anlamaq üçün gəlibdir, qınamaq üçün yox. Əgər ki, kimlərisə qınayırsınızsa, kimisə hərəkətini, yaşantısını, fikirlərini, düşüncəsini qınayırsınızsa, 8-ci arkanınız, yəni bu arkanın müsbətə gedən tərəfləri mənfidə olacaq. Mənfidə olduğu zaman həyatınızda daimi olaraq ədalətsizliklə qarşılaşacaqsınız. Və ən əsası, komfort zonada 8 güc deməkdir. Çox güclü, əzəmətli, dünyaya səs salan insan ola bilərsiniz. Sadəcə bunu düzgün dəyərləndirməlisiniz. Əgər komfort zonanızda 9-cu arkan aktivdirsə, bu o deməkdir ki, siz dünyaya insanlara yardım etmək, heyvanları sevmək, paylaşmaq, bölüşmək üçün gəlmisiniz. Ruhunuz spirituallığa olduqca yatqındır. Astrologiya, spirituallıq, bütün sahələrlə maraqlana bilərsiniz. 9-cu arkanlar hər zaman bir sual içindədir. Mən niyə varam? Dünya necə yaranıb? Çünki onları hər zaman fəlsəfi düşüncələr narahat eləyir. 9-cu arkan insanların sezgiləri olduqca güclüdür. Bu səbəbdən hər zaman deyir. Mən demişdim. Komfort zonanızda 10-cu arkan aktivdirsə sizi təbrik eləyirəm. Çünki 10-cu arkan insanı olmaq hər kəsə qismət olmur. 10 şans deməkdir, uğur deməkdir. Hələ matriksinizdə mərkəz hissəyə 10 düşübsə, çox uğurlu insan ola bilərsiniz deməkdir. 10-cu arkanın tək bir məqsədi var. Hər nə iş görürsə görsün, mütləq ki, sevdiyi iş olmalıdır. Yəni, əziz 10-cu arkanlar, siz sevdiyiniz işi tapmalısınız. Əksi təqdirdə ruhunuz əməlli başlı sizi incidə bilər. Səyahət etmək, təyyarəyə minmək, yer dəyişmək, yaradıcılıqla məşğul olmaq ruhunuzu bəsləyən digər nüanslardan biridir. Komfort zonamızda 11-ci arkan aktivdirsə, ruhunuz şəfacılığa yatqındır deməkdir. Dünyada bütün balansı qorumaq üçün gəlmisiniz. Həm fiziki balansı, həm ruh balansını. Bu səbəbdən idmana yönələ bilərsiniz. Ən əsası, ruhunuzun bir missiyası var. Anı yaşamaq. Bu səbəbdən keçmişdə ilişib qalmaq, daima gələcəyi düşünmək ruhunuzun potensialını daha da aşağı salacaq. Bir də 11-ci arkan insanın çox yaxşı bir bacarığı var. Liderlik bacarığı. Olduğu yerdə çox yaxşı idarəçi, çox yaxşı lider rolunda çıxış edə bilər. Komfort zonamızda 12-ci arkan aktivdirsə, bir qədər fədakar insan ola bilərik və fədakarlığımız çox zaman da nankorluqla nəticələnə bilər. Çünki lazım olduğu yerdə və lazım olmadığı hər yerdə köməyimizi heç kimdən əsirgəmirik. Ən əsası yox deməyə çox gec öyrənirik. 12-ci arkanın başlıca missiyasından biri insanlara yardım etməkdir, amma doğrudan da ehtiyacı olan insanlara. Və
12-ci arkan insanı dünyanı, insanlığı xilas etmək üçün gəlibdir. Əgər mərkəzinizdə, komfort zonanızda 13-cü arkan aktivdirsə, sizə bir şey demək istəyirəm. Yəqin ki, anka quşunun hekayəsini bilirsiniz. 13-cü arkan insanı da anka quşuna bənzədilir. Çünki hər dəfə küllərindən yenidən doğulur. 13-cü arkan insanı bitdi demədən heç bir şey bitə bilməz. Onlar yıxılır, qalxır, yıxılır, qalxır və qalxmaqdan heç vaxt yorulmur. Numerologiyada 13 transformasiya rəqəmi olaraq keçir. Yəni, tam bir transformasiya enerjisindəsiniz. Hər dəfə yenidən və yenidən yaranırsınız, yaradırsınız. Əgər komfort zonamızda 14-cü arkan aktivdirsə, bu deməkdir ki, ruhunuz incəsənətə çox yatqındır. İncəsənətin hansı sahəsi ilə məşğul olursunuzsa olun, bütün sahələrində dəstəklənirsiniz. Çünki yaradıcılıqla məşğul olmaq üçün gəlmisiniz. Yaratmaq, dünyaya gözəl çərçivədən baxmaq, bu sizin başlıca missiyanızdır. Əgər yaradıcılığı əsas işiniz olaraq görməsəniz də, bunu hobi olaraq istifadə edə bilərsiniz. Çünki bu halda ruhunuz tam rahatlıq tapacaq. Ən əsası 14-cü arkan insanı ruhaniliyə yatqın insanlardır. Bu səbəbdən meditasiyalara, spirituallığa hədsiz çox meyli ola bilər. Şəfalanmalar tam onun üçündür. Bir də əziz 14-lər, səyahətdən, yeni yerlər kəşf etməkdən heç vaxt çəkinməyin. Çünki bunları edərkən də ruhunuz özünü komfortda hiss edəcək. Əgər komfort zonanızda 16-cı arkan aktivdirsə, bu deməkdir ki, dünyaya şəfa verməyə gəlmisiniz. Ən əsası, dünyada insanların həyatını dəyişməyə, hər insanın həyatında bir iz buraxmağa, amma yaxşı mənada. Bunun üçün gəlmisiniz. 16-cı arkan insanı faydalı olmağı çox sevir. Olduğu yerdə fayda vermək, kömək etmək, yardım etmək onun başlıca missiyalarından biridir. Keçmişdə qalmır, gələcəyi düşünmür, anı yaşayır, ana fokuslanır. 16-cı arkanlara bir məsləhətimiz var. Çox da fədakar olmayın. Yardım edəcəm deyərkən özünüzdən çox verməyin. Komfort zonanızda 18-ci arkan aktivdirsə, bu o deməkdir ki, hissiyatınız çox güclüdür. Bəzi şeyləri, ola biləcək şeyləri öncədən hiss edə bilərsiniz. Kainatla çox yaxşı danışıq diliniz var. Manifestləriniz rahatlıqla tuta bilər. Ağzınızdan çıxan hər bir kəlmə əslində manifestinizdir. Bu səbəbdən çalışın ki, ağzınızdan çıxan hər kəlmə pozitiv olsun. Və ən əsası 18-ci arkan insanı kontrolcudur. Öz işlərini başqasına həvalə etmir. Əgər komfort zonanızda 20 və 22-ci arkan aktivdirsə, yaxşı deneyin. Çünki hər iki arkanın da missiyası eynidir. Missiyanız sərbəst olmaqdır, azad olmaqdır. Heç kimin yükünü daşımamaq, sadəcə öz yükünü daşımaqdır. Amma siz dünyada bir qədər sınana bilərsiniz. Belə ki, sınağınız ailə ilə bağlı ola bilər. Sanki ailənizin, ananızın, atanızın qurtarıcısı sizsiniz kimi davrana bilərsiniz. Ailədə hər kəsin çiləsini çəkmək, hər kəsin yükünü daşımaq, yıxılanı ayağa qaldırmaq, sanki bütün bunlar missiyanızmış kimi davrana bilərsiniz. Amma dünyaya bunun üçün gəlməmisiniz. Axırda bunu öyrənəcəksiniz və özünüzü tamamilə sərbəst buraxacaqsınız. Bu yüklərdən də tamamilə azad olacaqsınız. Sərbəst olmağı, rahat olmağı və hər kəsin yükündən qurtulmağı öyrənəcəksiniz. Matriximizdə komfort zonasından bağlı sizlə paylaşa biləcəyim məlumatlar bunlar idi. Daha genişi, daha açıq versiyası, geniş versiyası Taliyə matritsasının analizi zamanı olur. Ümid edirəm ki, hər kəs zövqlə dinlədi, razı qaldı. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın.